İlham Əliyev, necə olur ki, sərəncam verdiyiniz hakimlər bir müddət hakim vəzifəsində işlədikdən sonra öz xoşları ilə ərizə yazır, hakimlikdən çıxırlar və vəkil olaraq fəaliyyətlərinə davam etdirirlər. Nəzər yetirsəniz, bu günə qədər hakimlərin bir çoxu öz ərizələri ilə işdən uzaqlaşırlar. Bu bir mənalı şəkildə o deməkdir ki, Nüşabə Ağayeva timsalında hakim işləmiş çox vəkillər rüşvət aldıqları üçün hakimlikdən uzaqlaşırlar və törətdikləri əməlləri aşkar olunmasın deyə yüksək hakim müavinətləri alsınlar və digər tərəfdən isə hakim vaxtı çalışarkən münasibət qurduğu insanlardan istifadə edərək rüşvət qarşılığında günahsız vətəndaşlara həbs etdirsinlər və yaxud pul qarşılığında məsuliyyətdən azad etdirə bilirlər. Buna görə də külli miqdarda pullar əldə edirlər və xalqı talayırlar. Şikayətlərə baxılmır, çünki övladlarını hakim dairələrində işləyir. Məsəl olaraq Nüşabə Ağayevanın oğlu Firdovsi Qarayev Nazirlər Kabinetində işləyir, anasının istəklərini bir zənglə həyata keçirə bilər. Bu əməllərin törədilməsini sizin vermiş olduğunuz sərəncamla və Vəkillər Kolleqiyasının sədri Anar Bağırov durur. Siz bu yollarla rüşvət və korrupsiyanın son qoyacağınız vədləri ilə xalqı aldatmayın. Deyə bilərsiniz, bu vaxta qədər hansısa bir icra başçısının və yaxud nazirinin aldığı rüşvəti xalqa aşkarlandıqdan sonra xalqa kompensasiya olaraq geri ödəniş eləmişsiniz. Elə bir şey hələ biz rastlaşmamışıq. Ramiz Mehdiyevin etdiyi əməllər 30 il sonra ortalığa çıxdı, aşkarlandı. Villaları, taladığı pullar hamısı ortalığa çıxdı. Neynəyək? Bir 30 ildə idi gözləyək ki, Nüşabə Ağayeva, Elgiz Qənzadə, prokuror Elgiz Qənzadə kimlərinin, Anar Bağırov kimlərinin əməlləri bir 30 ildə gözləyək ki, onların əməlləri aşkarlansın, korrupsiya faktları aşkarlanıb, araşdırılsın. Sonra da çıxıb efirdə deyəsiniz ki, bunlar korrupsiya edən şəxslərdir. Hazır vətəndaş sizə siqnal da verir, vazdoşunu göndərir, paravozunu göndərir, daha nə istəyirsiniz? Sizə nətir bir siqnal göndərir ki, siz bu şəxslər barəsində araşdırma açasınız, araşdırasınız, maraqlanırsınız, biləsiniz ki, bu nə işlərlə məşğuldur bu insanlar. Siz görəcəksiniz ki, köhnə deputat Çingiz Qənzadə və onun oğlu Elgiz Qənzadə hal-hazırda prokuror vəzifəsində işləyir. Bu adamların Ağdaşda, Beyləqan və digər rayonlarda və paytaxtda nə qədər mülkü var? Nüşabə Ağayevanın mülkləri nə qədər olduğunu bilərsiniz. Niyə bu məmurlar vəzifədə işləyərkən siz bunlardan deklarasiya tələb etmirsiniz? Amma bir vətəndaş, sıravi bir vətəndaş xaricdən gələndə bir telefon, neçə telefon gətirdiyinə görə 5 dənə məmur başını yığılır ki, hardan gətirmirsən, niyə gətirmirsən bu qədər telefonu, niyə gətirmirsən? Niyə bunlara deklarasiya istənilir, vətəndaşdan deklarasiya istənir, amma məmur özbaşınalığının baş alıb getdiyi bir vaxtda heç bir məmurdan deklarasiya istənilmir. Heç bir məmur barədə bir araşdırılmır ki, bu mülklər sənə hardandır. Əli Əsədovun nə qədər mülkü çıxdı ortalığa, amma hələ bu barədə çıxıb bildirdiniz mətbuata, lakin mülklər geri qaytarıldı, yaxşı, dövlətə qaytarıldı. Bu barədə xalqa, onun aldığı rüşvətlərin barəsində xalqa hansısa zərər çəkmişlərə kompensasiya ödəniniz? Yox, hələ də heç kəs bu haqda danışmır. Budur sizin rüşvətxor və korrupsiyaya qarşı apardığınız mübarizə. Çıxıb efirdə əhalini manipulyasiya edirsiniz ki, belə deyəcəyik, elə deyəcək fikirlər deməyə ehtiyac